Bəli, Həzrət Əli buyurur ki, Allaha naz-niyaz eləyəndə belə deyin ki, İlahi, qəlbimin sınmağına rəhm elə. Qəlbimin sınmağına rəhm elə. Gözümün yaşına rəhm elə. Gözümdən axan yaşa rəhm elə. Rəhmin gəlsin yəni. İlahi, əgər sən mənə rəhm eləməsən, əgər sən mənə mərhəmət eləməsən, onda mən sənin rəhmətindən kənar düşərəm. Və mənim bu aciz və zəlil və zəif bəndənin cəhənnəmin oduna dözməyə taqəti yoxdur və tab gətirməz sənin bu zəif və zəlil bəndən. İlahi, rəhm elə o insana ki, nə dünyası var, nə axirəti. Bizlər gərək dua eləyəndə, Allaha naz-niyaz eləyəndə öz zəifliyimizi və öz zəlilliyimizi başa düşək ki, bizlər Allah dərgahında bütün canlılar Allah dərgahında batildilər. Bizi var eləyən Allahın özüdür. Bizi var eləyən Allahın özüdür. Allahın müqabilində bizlər yox sayılırıq. Bizlər batil sayılırıq. Yəni sən bir gün bugünkü əli qaldırıbsan o Allaha, o əllər belə sənə məxsusdur. O dil ki danışırsan ilahi məni bağışla, o belə sənə məxsusdur. O göz ki ondan yaş töksən, o belə sənə məxsusdur. Bunlar hamısı Allahın sənə verdiyi nemətlərdir. Və bu nemətlərdən gərək ki biz Allahın verdiyi nemətləri Allah yolunda xərcləməyə bilək və Allah yolunda hər bir Allahın bizə verdiyi nemətlərdən Allah yolunda xərcləməyə bilək və Allah yolunda verməyə bilək. Bizlər sanki ona bənziyirik ki, biz bu əllər ki, Allahın dərgahına tutmuşuq və Allaha dua eləyirik, bilin ki, sənin Allaha naz-niyaz elədiyin əllər bir gün yox olacaq. Sənin Allah müqabilində təzim elədiyin o baş ki var, o bir gün aradan gedəcək, yox olacaq. Torpağa qarışacaq, yox olacaq. Və yenə də yenidən yox olmuş cəsədini yenidən yaradacaq və yenidən səni hesaba gətirəcək. İnsan bunu dərk eləsə, bu insana yetər ki, Allahın qüdrətini dərk eləməyə bu yetər. O əllər ki, o ayaqlar ki, sən onu ibadət üçün xərcləyirsən, o yol ki, gedirsən xeyr yola, bil ki, o ayaqlar bir gün olmayacaq. Az bir vaxtı səndəndir, sənin vaxtın azdır. Sənin bu vaxtı azlığına qənaət elə və doğru və düzgün yola get. Bizlərə Allahın verdiyi nemətləri əgər biz düzgün şəkildə Allah yolunda və Allah müqabilində düzgün şəkildə istifadə eləməsək, vallahi bizim son sözümüz bu olacaq ki, İlahi, ey kaş torpaq olaydım. Bunu bilirsən kim deyir? Bunu o adam deyir ki, bir insan 50 ilin, 60 ilin, 40 ilin, 30 ilin, 70 ilin boşa keçdi. Bu həyatda boşa bir daha olsun, alnın qoyub yerə öz zəlilliyin və öz zəifliyin başa düşmədi. Ömrün keçirdi
ömrün keçirtdi buna ki, ilahi ey kaş bu maşını alım, o birisi maşını dəyişim, bu maşından düşüm, o maşına minim, bu evi tikmişəm, başqa ev tikim, qonşu bu maşını alıb, mən də o maşını alım, qonşu evi qaldırıb, mən də söküm qaldırım. Bir də onda görərsən, vallahi ömür qutarıb, ölüm mələki başı üstündədir, amma sənin əlin boşdur. Əgər bir insanın özünə rəhmi gəlməsə, insan özünə rəhm eləməsə, özünə yazığı belə deyək, yazığı gəlməsə, vallahi billahi bunun son sözü bu olacaq ki, ey kaş torpaq olaydı, ey kaş bu günləri görməyəydi. Quran da bu cür buyurur. Gəl biz o gec başa düşənlərdən, ölüm halında Allahı başa düşənlərdən olmayaq. Ölüm halında Allahı başa düşənlərdən olmayaq. Hər halımızda, hansı bir halda olarsa olsun, insan öz insanlığın başa düşməlidir ki, mən bu gəldiyim yerdə müvəqqəti varam və nə üçün varam? Əgər insan bunu başa düşə bilsə ki, bura qazanc yeridir, əgər başa düşsə ki, bura qazanc yeridir, mən bura gəlmişəm qazanc üçün, onda insan çalışar. Əgər bir insan bir işə düzəlirsə, həmin o işə gedirsə, o işdə onun çalışmağı daha gözəl olarsa, daha çox onun qazancı olar. Vallahi Quran buyurur, Allah tərəfindən gələn bütün kitablar buyurur ki, dünya müvəqqətidir. Bu dünyadan Süleymanlar gəldi getdi. Bu dünyada ən ağıllı insanlar peyğəmbərlər olur. Allah Quran-ı Kərimdə buyurur ki, ya Muhammed, həqiqətən də sən çox böyük əxlaq sahibisən. Peyğəmbəri tərif eləyir. Və başqa ayədə buyurur ki, ya Muhammed, sən nə bilirsən ki, Qədir gecəsi nə deməkdir? Bu onu başa salır ki, yəni yer üzündə səndən ağıllı insan yoxdur, amma sən də bilə bilməzsən Qədir gecəsi hansı bir fəziləti var. Sözsüz ki, bizim mövzumuz budur, mən buna görə mövzumuz budur, amma ki, mən buna görə çalışdığım qədər istəyirəm ki, başa sala biləm ki, peyğəmbərlərimizdən ağıllı insan, peyğəmbər qədər təmiz insan bu dünyaya gəlməyib. Bunlar belə bizlərə nümunədir. Bizlərə bu cür insanlar nümunədir. Bizlər çalışaq ki, peyğəmbərlərimizi, imamlarımızı həmişə özümüzə nümunə gətirək və həvəsdən düşməyək. Bizə hansısa alimlər, hansısa namaz qılanlar, hansısa din yolun gedənlər nümunədir. Bizə imamlarımız və peyğəmbərlərimiz nümunədir. Allaha and verək izzətinə, böyüklüyünə və rəhmətinə ki, Allah bizi doğru yol tapıb və doğru yol gedənlərdən qərar versin. Esselamu aleyküm və rəhmətullahi və bərəkatuhu. Allah qəbul edəsin. Bəli, Həzrət Əli buyurur ki, Allaha naz-niyaz eləyəndə belə deyin ki, İlahi, qəlbimin sınmağına rəhm elə. Qəlbimin sınmağına rəhm elə. Gözümün yaşına rəhm elə. Gözümdən axan yaşa rəhm elə. Rəhmin gəlsin yəni. İlahi, əgər sən mənə rəhm eləməsən, əgər sən mənə mərhəmət eləməsən,
onda mən sənin rəhmətindən kənar düşərəm.